İranzu hakimiyyətə gəldikdən sonra ilk növbədə şərq və şimal-şərq istiqamətlərində sürətli hərbi hücumlar təşkil etdi. Parsanın daxili fikir ayrılıqlarını nəzərə alaraq ilk hücumu buraya etdi. Parsanı ələ keçirdikdən sonra zəif müdafiə olunan Qızılbunda və Andiya bölgələrinə qarşı hərbi əməliyyatlar təşkil edildi. Qızılbunda və Andiya Mannaya birləşdirildi. Daha sonra Zikertu Mannadan asılı vəziyyətə düşür. İranzu tərəfindən təsdiqlənən canişin Zikertunun hakimi təyin olunur. Uyuşdiş və Messi tayfa ittifaqları daxilində birliyin və sabit idarə etmənin olmaması İranzunun asanlıqla müdaxilə etməsinə şərait yaratdı. İranzunun hakimiyyətinin erkən mərhələsində şərq və şimal-şərq istiqamətlərində yerləşən bu tayfa ittifaqlarının zəbt olunması, Mannanın ilkin sərhəd genişlənməsi və mərkəzləşməsi üçün təməl qoydu. Eyni zamanda iqtisadi gücünü və təsir imkanlarını artırdı.